Salam, Salam. Salam. xoş gördük Xoş Ənər xanım. gəlmisiniz Aydan xanım. Bu gün əslində Azərbaycan cəmiyyətində əsasən Cəmiyyətdən qadınların, başladın vəfa. bəli, əsasən qadınların əslində düşündüyü məsələdən danışacağıq. Qonağımız uşaq psixiatrı Aydən İskəndərzadə. Düzdür. Xoş gəlmisiniz Aydan Soyadı xanım. əla, Tom deyəndə çox xoşbəxt olurum. Bizim Xoş maraqlı gördük. söhbət gözləyir. Mənim üçün də çox vacib bir mövzudur və bu mövzunu müzakirə etmək üçün qarşımda iki möhtəşəm xanımla olmaq məni sevindirir. Siz özünüz deyin elə mövzunu. Bu dəfə fərqli eləyək. Qonaq özü desin. Bəli, boşanma və boşanmanın uşaqlar üzərindəki təsiri. Çox əslində hər bir ailəni maraqlandıran bir mövzudur. Həm boşanma ərəfəsində olan ailələri, həm boşanmadan sonrakı dövrdə olan ailələri və ümumiyyətlə mövzu çox stereotipli mövzudur. Yəni əsrlərlə eşitmişik ki, əsrlərlə deməyək, biz əsrlərlə eşitməmişik yaxşı. Biz bir heç olmasa bir 30 ildir yaşayırıqsa, bir 30 ildə eşitmişik ki, qadınlara hər zaman bir təzyiq var ki, bəs boşanma uşaqların bədbəxt olacaq. Uşağa görə oturmalısan. Hətta döz sözü də vardı. Döz otur, tək ki uşaqların xoşbəxt olsun. Xoşbəxt olurmu uşaqlar? Və hətta bunu da əlavə eləyim. Uşağı olan qadının boşanma haqqında düşünməməsi lazımdır bizim Aha. cəmiyyətdə. Yəni bu çox absurd gəlir insanlara ki, uşağın var, boşanmanı necə dilə gətirə bilirsən? Halbuki bu belə bir məsələ deyil. Mən uşaq psixiatrıyam və bəzən uşaq psixiatr olaraq da bir övlad sahibiyəm, anayam. 6 yaş yarımlıq oğlum var və bəzən də Benimkilərlə yaşıddır. Bəli, bəli. Və bəzən də mənim ixtisasımla analıq rolumu, necə deyim, çox örtüşürlər və bəzən də buna çox nəzər yetirirlər. Hə, doktor, siz oğlunuza belə eləyirsinizmi, elə eləyirsinizmi? İlk başda onu deyim ki, mən boşanmış bir qadınam. Boşanmış qadın olduğumu çox rahatlıqla deyirəm, ifadə eləyirəm və bəzən də və bunu da uşaqlara və cəmiyyətə də yaymağa çalışıram. Necə ki, uşaq gəlir müayinəyə, ilk soruşduğumuz əlbəttə yaşıdır, tanışı oluruq, məktəbə gedirmi, bacısı varmı, kimlə yaşayırsan? Boşanmış ailələrin uşaqları bir analarına bir çönüb baxıb, anamla, bacımla deyirlər. Mən o dəqiqə, yəni tam rahat bir şəkildə, hə, ana ilə ata ayrılıb. Görürəm ki, uşaqlar orada bir duraqsıyır, ana da bir dönüb mənə baxır ki, sanki bu tabu mövzudur. Yəni bunu uşağa belə açıq bir şəkildə necə soruşuram Hətta deyə. bəlkə onlar çox gümankeç və uşağa oturub deməyiblər ki, Danışma, anadan həm də ata uşağın ayrılır. yanında Hayır, o danış. kəlməni bəlkə də istifadə eləməyiblər, ola bilər. Amma bunu mən niyə ifadə eləyirəm? Bu normal bir şeydir. Danışıla biləcək bir şeydir. Ana ilə ata bəzən ayrı yaşaya bilər, ayrıla bilərlər. Bu kişi ilə qadın ayrılır. Ana ilə ata əslində ayrılmır. Sadəcə ata fərqli bir evdə yaşaya Çox bilər. vacib nüansdır anlayana. Bəli. Ona görə oğluma da bunu belə deyim, məncə rahat keçmişik bu dövrdən. Ancaq əlbəttə hər neqativ bir şeyin pozitiv bir şey kimi izi olur. Amma bu izlər travma demək deyil. Yəni əlbəttə uşaq istəyər ki, atası, anası eyni evin içində olsun, eyni otağın içində olsun. Amma olmaması bu uşaqda travma yaradacaq mənasına gəlmir. Əksinə, əgər o evin içində ana da var, ata da var, amma hər ikisi ayrılıqda bədbəxtdirlərsə, xoşbəxt deyillərsə bir-biri ilə, hələ əlbəttə bu yaxşı versiyada, yəni orada fiziki şiddət də bəzən olur, əxlaqsız sözlər də olur, ciddi münaqişələr də olur. Bunlara şahid olan bir uşaq o evin altında üçünün də olmasının heç bir mənası qalmır. Bəzi hallarda hətta uşaqlar şahid olmurlar, həm də arada olurlar, arada qalırlar, yəni ata və ananın arasında. Ümumiyyətlə boşanmaya uşaqların tipik reaksiya necə olmalıdır və harda anlamalıdırlar ki, bu atipik reaksiyadır. Bu reaksiyanı verdisə uşaq artıq mütləq mütəxəssisdən kömək almaq lazımdır. Yəni burada əslində qaynaq o boşanma prosesini ata, ana özü necə yaşayır? Yəni qadınla kişi bu prosesi özü normallaşdıra bilibsə, özü həzm eləyə Uşağa necə bilibsə, əks etdirir? uşağa necə əks etdirməsinə əlbəttə birbaşa təsir göstərir bunu. Əgər ana boşanmaq istəmirsə, ata boşanmaq istəmirsə və ya bunu özü həzm eləyib dərk eləyə bilmirsə, özü bu dırnaq içində yasını tamamlamayıbsa, əlbəttə uşaq da tamamlamaqda çətinlik çəkəcəkdir. Burada əgər ana, ata idealı necə olsun istəyirik? Birincisi, bu qərar əlbəttə asan veriləcək bir qərar deyil. Yəni bütün həyat dəyişir. Maddi, mənəvi olaraq dəyişir. Bunu qəbullanmalıyıq. Və bu dəyişdiyində belə deyim, gələcək
pozitiv tərəfləri olacaqdı bu sürəcin, neqativ tərəfləri də olacaqdı. Bunlara ilk başda məncə o qəbullanma sürəci çox vacibdir. Burada uşağa başa salmamız gərəkən şey nədir? Otururuq, uşaqla bunu mütləq danışmalıyıq. Göz ardı etməmək lazımdır. Uşaq özü başa düşəcəkdir, uşaq özü sual verəndə ona cavablayarıq deyə deyil. Otururuq uşaqla, ancaq uşağın yaşına uyğun dildə danışmalıyıq. Yəni 3 yaşındakı uşağa deyəcəyimiz informasiya fərqlidir, 5 yaşındakı uşağa fərqlidir, yeniyetməyə fərqlidir. Ancaq mütləq bu söhbəti bərabər eləməliyik. Həm ata, həm ana o söhbətdə olsa yaxşı olar. Olmadıqda ayrı-ayrılıqda da bunun yeri var. Və burada deyəcəyimiz söz nədir? Çünki uşaqların orada əsas məqam uşaqlar çox vaxt özünü bu prosesdə günahkar hiss eləyirlər. Mən yaxşı oxumadım deyə ayrıldılar. Özünü pis Mən apardım. özümü pis apardım deyə ayrıldılar. Yəni uşaqlar bu prosesdən özlərini günahkar çıxartmaqda çox meyllidirlər. Ona görə uşağı oturub başa salırıq. Biz bir-birimizi sevdik, eyni evdə yaşadıq. Sən dünyaya gəldin, səni çox sevirik. Mən sənin ananam, o sənin atandır. Ancaq biz artıq arvad olaraq rollarımızı davam etdirə bilmirik. Artıq bərabər yaşamaqdan çox da xoşbəxt olmuruq. Fərqli evlərdə yaşayacağıq. Amma mən sənin anan olmağa davam eləyirəm, o da sənin atan olmağa davam edir. Analıq, atalıq rolları heç vaxt bitmir. İstədiyin vaxt atanı görə bilərsən. Əlbəttə bu ideal boşanma süreçlərində olduğumuz düşünərsək. İstədiyin vaxt ata ilə görüşə bilərsən, onunla danışa bilərsən, onunla tətilə gedə bilərsən. Amma burada vacib olan şey uşağa da çatdırmaq ki, burada bu qərarımızda sənin bir nə neqativ, nə də pozitiv bir təsirin yoxdur. Bu cümləni illər sonra ana işlətsin istəmirik. Sənə görə mən bu adama dözdüm. Bu daha böyük travmadır. Bu çox daha böyük travmadır. Və hətta o dözdüyü müddətdə də Mənə də uşağı ziyan vurdun. bəli, sənin üçün, yəni orada birbaşa günahkar çıxardır. Bizim istəyimiz o deyil. Uşaq günahkar olmamalıdır. Və bu sonra gözləmək lazımdır. Uşaq bəlkə o anda, məsələn, bunu da bəzən çox təəccüblənirlər. Ana uşağa bu məlumatları verir. Məsələn, 5 yaşındakı uşaq dönüb deyir ki, ana biz parka nə vaxt gedəcəyik? O anda o mövzudan çıxa bilər. O mövzuda saxlamağa ehtiyac yoxdur uşağı. Uşaq onu həzm eləməyə başlayacaq. Bəlkə sonra çox gözlənmədik bir şəkildə sizə bununla bağlı bir sual verə bilər. Yəni məlumatı verdiyimizdə qısa konkret olmalıyıq və uşaqdan gələn o reaksiyanı da gözləməliyik. Ona məcbur etməməliyik bir şeylərə. Və sonra uşağı bu boşanma prosesindən sonra da uşağı əlbəttə arada qoymamalıyıq. Anan neynədi, atan neynədi, nənən sənə nə dedi? Uşağı bu rola saldıqda uşaq o cəbhələrin olduğunun fərqinə varır. Amma bizim məqsədimiz uşağı cəbhənin arasına qoymaq deyil. Və sualınıza gəldikdə, uşağın burada boşanmanın fərqli 3 dənə aspektdə təsiri ola bilər. Sosial mühitdəki təsirləri, uşaq özünə qapanır, ünsiyyətdə olmaq istəmir, daha çox yalnızlığı tərcih eləyir, kefsiz, bədbindirsə, davranış olaraq aqressiyası çox varsa, yəni uşaq əvvəl bu qədər aqressiv deyildi, amma indi hər şeyə əsəbləşir, söz demək olmur, davamlı şikayətlər gəlir məktəbdən və akademik başarısı düşürsə, yəni uşağın təhsilində, təhsil alan uşaqlarda deyirik, təhsilində qiymətləri əvvəllər 5 alırdı, artıq son vaxtlar uşaq 2 alır, 3 alır. Yəni davranış, sosial baxım və akademik bacarıqda uşaqda dəyişiklik varsa və bu dəyişiklik ciddidirsə, o zaman mütəxəssisə müraciət etmək lazımdır. Atipik gedən bir proses var. Tutaq ki, proses ideal gedir. Ata da, ana da öz atalıq, analıq rollarını başa düşürlər, anlayırlar, dərk edirlər və dediyiniz kimi normal qaydada, normal bir atmosferdə övladlarına bildirirlər. Yəni çəkişməsiz proses deyək də, hüquqi proseslər də çəkişməsiz gedir. Yenə də bu prosesdə düşünürsüz, daha çox yük qadının üzərinə düşür. Yəni övladın psixoloji vəziyyəti də, durumu idarə eləməkdə, yoxsa ideal vəziyyətdə də bu ideal bölüşülə bilir? Əslində uşaq ana ilə qaldığı Təcrübənizdə. üçün, öz şəxsi təcrübəmdə də işdir, genəldə nəzərə. də belə deyim, uşaq ana ilə qalır. Aha, onu Yəni demək burada istəyirəm. əlbəttə uşaq ana ilə qaldığı üçün ana yükü daha fazladır, daha çoxdur. Mənəvi olaraq ən azından çox dahadır. Çünki o 7-24 övladı ilə bərabər olduqda istər-istəməz onun o dalğalanmalarını, nə qədər ideal proses olsa da, nə qədər ideal keçsə də uşaqda o dalğalanmalar olacaqdır. Tətildəysəniz bərabər uşaq deyəcək ki, "A, kəşke atam da burada olsaydı."
Kaş ki bərabər getsəydik. Yəni bu və bunun da kürlüyünü eləməyə başlayacaqdı. Bunun da o acısını çıxartmağa başlayacaqdı. Ona görə əlbəttə, əfsuslar olsun belə deyim, əfsuslar olsunmu yoxsa bəlkə qadınlar bəlkə daha da bunu emosional olaraq dayanıqlı olduğu üçün bəlkə o yük onlara da natural olaraq bölüşdürülübdür. Qadına minən yük daha fazla olur. Və burada qadınlar cəmiyyətimizdən danışacaq olsaq, yəni gerçəkdən yenə praktikamda da gördüyüm odur. Qadın bu boşanma prosesini rahat keçməsi üçün daha çox səy göstərir və uşağına o neqativ təsirinin o fərqində daha çox olduğu üçün onu qorumağa çalışır. Bəzən atalar amma işbirliyi içində olmur. Yəni çox sayda var müraciət edən, gələn, bunu sorğuladığımda gördüyüm proseslər nələrdir? Uşaq ana ilə o 5 günü yaxşı olur, atayın yanına gedir, gəlir, sonra ana ilə o aqressiyası, öfkəsi daha çox nəzərə çarpır. Çünki o getdikdə orda ana haqqında bəzən neqativ şeylər də eşidə bilir. Yəni bunu analar da deyir, uşaqlar da gəlib deyir. İşte nənəm davamlı anam haqqında danışdı, sorğuladı, tənqid elədi. Nənəm dedi ki, elə anana görə boşandıq və bu da sonra istər-istəməz uşağın anaya olan aqressiyasını artdırır və uşağın o Zaten davranışlarında bu nənənin fərqi niyyəti hiss odur, eləyir. yəni zaten nənə o niyyətlə eləyib bunu, başqa Ananı bir pis niyyət eləmək. yoxdur orada. Normal deməyim, amma çox da tez-tez rast gəlinən hadisədir ki, ümumiyyətlə qaynanalar öz oğullarına çox bağlı olduqları üçün baş verən istənilən bir problemdir. Yəni, sən günahkarsan, yəni heç vaxt deməzlər ki, oğlum da günahkardır. Ona görə biraz da oğlunu o suyun içindən təmiz çıxartmağa çalışır ki, mənim oğlum tərtəmizdir, bütün günahlar qadındadır və onu da uşağa istər-istəməz yansıdırlar, təəssüf ki. Təəssüf ki. Valideynlər boşanacaqsa uşağın ideal yaş aralığı hansıdır? Yəni varmı elə bir yaş aralığı ki, o yaşda daha rahat ötürə bilər bunu. Bəzi hallarda rastlaşırıq çox erkən boşanmalar, uşaq heç atanı hələ tanımadan, Ailə görmədən qavramı boşanma. oturuşmamış Yəni uşaqda. uşaq hələ tam anlamadan ki, atamdır bu, anam budur, erkən boşanmalar olur çox. Bəzi hallarda uşaqlar artıq o yeniyetməlik dövründə çılğın, qapını çırpıb getdikləri dönəmdə baş verir. Bəzi hallarda heç, yəni ümumiyyətlə heç vaxt da bilmirik, boşanma olacaqsa bunun üçün ən zərərsiz, ideal demək istəmirəm, Başa yəni düşürəm, ən zərər. ən zərərsiz dövr hansı ola bilər? Ən zərərsiz dövr əgər cütlük görürsə ki, artıq bu münasibət davam etmir, o nöqtədə bitirməlidir. Ən zərərsiz dövr odur. Çünki yenə cəmiyyətimizdə və nədənsə belə bir inanclar var ki, uşaq böyüsün, uşağı məsələn ərə verək, ondan sonra boşanarıq. Hətta cinsə görə belə bir şey Bəli, var. bəli. Qız İş uşağıdırsa orasıdır ki, ikisində də nəsə problem. Oğlanı saxlamaq çətindir, oğlanı yığmaq çətindir. Qız uşağı da ad var, qız bəli, uşağın necə ərə var. verəcəyik? Hə, boşanmış anası olmasın. Bəli. Fərqi yoxdur, əslində Hə. oğlan da bir şeydir, qız da. Amma cəmiyyətimizdə bu var. Yəni qız övladı Bəli, anasınızsa, qız orada anasısan sən. qız anasısansa o boşanma yenə heç vaxt düşünülməməlidir. Çünki sonra o qızı necə ərə verəcəyik və bəzən də işte onu gözləyirlər ki, qızı ərə verək, ondan sonra boşanarıq kimi. Bunların ideal bir aralığı yoxdur. Yenə deyirəm, ən ideal aralıq o münaqişələr ki, Başlayır dava-dalaş. artıq o pik nöqtəsinə çatmadan, artıq üzlər bir-birinə deyilməyəcək söz qalmadan, o şiddət münaqişə uşağın gözünün qabağında daim olursa, yəni bu artıq belə deyim, ideal bir dövr deyil. Yəni cütlüklər başa düşməlidirlər ki, artıq o bir şeyləri, bəli, əlbəttə ailənin birliyini qorumaq üçün cəhd etmək lazımdır. Bunun üçün hər iki tərəf səy göstərməlidir. Amma bir nöqtədən sonra o səyin nəticə vermədikdə, o uşağı üçün ideal bir zaman gözləmənin mənası yoxdur. Əlbəttə, ailə fikri formalaşmadan, güvənli, etibarlı bağlılıq qurulmadan, əgər ata evi tərk edirsə, ata evdə olmursa, bu uşağın şəxsiyyət olaraq formalaşmasında ciddi neqativ təsiri olacaqdır. Ananın üzərinə Misal artıq çox gətirim, məsuliyyət 0-2 düşür. yaşın, yəni hər yaş üçün sizə niyə daha kritikdir deyə bilərəm. 0-2 yaş arasında uşağın etibarlı bağlılıq qurulduğu bir dövrdür. Nədir bu etibarlı bağlılıq? Yəni o 0-2 yaş arasında uşağın hər istədiyi olunduğunda, uşağın hər ehtiyacları sevgi ilə, səbirlə ödənildiyində, hər dəfə ağladığında, ana yanına gəldiyində bu uşaq dünyaya etibar eləməyə başlayır. Bax, bu dünya o qədər də qorxulacaq bir yer deyil. Bu dünyada mənim ehtiyaclarımı ödəyən birisi var. Yəni o 2 yaşa qədər uşağın hər istədikləri, belə deyim,
İstədiyi oyuncağı almağı nəzərdə tutmuram. Duyğusal ehtiyacları qarşılanmalıdır. Orda əgər ana tək başınadırsa və orda ata fiquru yoxdursa, çünki bu etibarlı bağlı sadəcə ana ilə qurulmur, ata ilə də qurulur. Əlbəttə, ata yoxdursa, o uşağın bir şəxsiyyət olaraq formalaşmasına 0-2 yaş arasında etibar duyğusunun formalaşmasına zərər verəcəkdir. Yəni bu uşaqlarda nə görürük? Çox sevgi arayırlar. Onun üçün çox sıx partnyor dəyişirlər. Bəzən özlərini çox dəyərsiz, sevilməyən biri olaraq görürlər və bu da əlbəttə münasibətlərinə gələcək həyatda neqativ təsir eləyir. Daha sonra 3-6 yaş arasındakı periodda isə öcüpal dönəm dediyimiz bir dövr var. Qızlar üçün atanın sevgili obrazında olduğu, oğlanlar üçün də ananın sevgili obrazında olduğu bir dövr. Bu dövrdə yenə qızlar üçün əgər ata evdə yoxdursa, ya da oğlanlar üçün ana, yəni bəzən də, olmadığında, eyni şəkildə ya da evdə o oğlan üçün rəqabət edəcəyi bir ata fiquru olmadığında, o zaman əlbəttə bu dövrdə də problem yaşanır. Yəni o ananın oğluna ciddi, aşırı o bağlanması, sonradan da o qaynanalıq rolu yapışması bu dövrlərdə qorulur. Bu, normal öcüpal dönəm dediyimiz bir dövr normal keçməsi üçün nə lazımdır? O üçgəndə ana, ata, qız üçgəni deyəlim. Orda, qız ananı qısqanmağa başlayır ataya qarşı. Atamla mən evlənəcəm, atamla mən yatacam, atamın əlini mən tutacam deyir. Burada, bu ata rolu olduğunda orda ata o tənzimləməlidir. Düzgün tənzimlənməli. Əlbəttə sən çıx get, mən qızımla yatacam demək səhvdir. Bu öcüpal dönəmi ata olsa belə problemli keçməsinə səbəb olur. Amma orda idealda ata o balansı qoruduğunda, o evdə böyüyən, o ata ilə böyüyən qız sabah münasibətlərində sağlam münasibət oluşturacaqdır. Çünki özünü dəyərli biləcəkdir. Çünki etibar edəcəyi bir kişi fiqurunun olduğunu düşünəcəkdir. Amma o ata fiquru evdə yoxdursa, sonrasında əfsuslar olsun, yeniyetməlikdə gördüyüm nələrdir? Çox görürəm bunu. Ata fiquru olmadan böyüyən qızlarda bəlkə buna görə də bu qədər o, işte boşanılmasın deyə baskılar var. Bu uşaqlarda gerçəkdən bu yeniyetmələrdə o sevgisizlik, o insanlara yanaşa bilməmə, yanaşdınsa çox ciddi şəkildə bağlanma, insanın bir sözündən tez incimə, tez xətrinə dəymə, hər şeyi özün gözündə və özü üçün çox böyütmə və bəzən bunlara tab gətirməyib özünə zərər verici davranışları çox görürük. Məsələn, bəzi hallarda kişi müəllimləri, ona görə biz Bəli. deyirik təhsildə Aha, kişi müəllimlər mütləq olmalıdır mütləq. ki, o Düzdür. uşaqların o boşluğunu müəllim daha əslində daha böyük fiqurdur müəllim, nəinki baba, Avtoritet dayı. fiqurdur, Bəli. düzdür. Tam razıyam. Başqa bir кейsdə deyim, tutaq ki, ortada ciddi zorakılıq var, və atı da, belə deyə bilərik, hüquqi məsuliyyətə də cəlb olunub və yaxud da ki, azadlıqdadır. Yəni övlada ata ilə görüşmək xeyirli deyil ki, onun sağlamlığı üçün, həyatı üçün. Bu halda qadınlar necə davranmalıdırlar? Övladlarına bunu necə izah eləməli? Bu yəqin ki, çox çətin situasiyadır. Yəni bu çox belə deyim, əslində qanunvericilikdə, belə deyim, mən Türkiyədə təhsil aldığım üçün Uzaqlaşdırma burda əmri deyəcəksiniz. uzaqlaşdırma bəli. Yəni o uzaqlaşdırmanı da çox asan çıxan bir məsələ deyil. Yəni ondan sonra Hə, uzaqlaşdırma deyə çıxdı, ideal çıxıbdı. Hə, vəziyyətdir. tamam. Uşağa bu vəziyyət necə izah olunur? Uşağa bu vəziyyət, hər hansı Olduğu bir kimi. vəziyyət uşağa olduğu kimi, çox sadə dillə, drama yaratmadan, uşağı qorxutmadan, yəni uşağın çiyninə yük mindirmədən, biz bərabər yaşamışıq, balamızsan, amma atanın belə bir problemləri var. Bu problemlər sən özün də çoxuna şahid olmusan. Bu problemlər nəticəsində sənin sağlamlığın üçün hələ ki ata ilə görüşməyə dövlət çünki artıq o Hı hı. yaşlarda, istənilən yaşda uşağın gözündə bir avtoritet bir fiqur olmalıdır dövlət. Dövlət icazə vermir görüşməmizə. Hə, ata bəlkə sağalar, işte sonra ata özünü yaxşı aparar artıq orada bu balaca uşaqlara. Yəni başa düşsünlər deyə, yaxşı aparmaq özünü pis aparmaq məfhumu. Yəni özünü pis apardı deyə dövlət deyir ki, görüşmə, amma özünü yaxşı aparandan sonra görüşə bilərik deyə uşağa bunu başa salmaq lazımdır. Yəni bu o başa salma mövzusu bəzən ailələr də sıx mənə sual verir. Doktor, başa düşmür axı uşaq. Məsələn, mən uşağa bunları deyim, axı uşaq bunları
başa düşməyəcək deyə bir düşüncələri olur. Xeyr, uşaq kəlməni bəlkə başa düşmür, amma uşaq oradakı sizin səs tonunuzu, sizin baxışınızı, sizin bədən dilinizi və o emosiyalarınızı tamamilə başa düşür. Siz əgər bunları uşağa başa saldığınızda rahatsınızsa, uşaq da bu məlumatı rahat qəbul eləyəcəkdir. Uşaq üçün daha qorxuducu olan bir şey bilinməzlikdir. Məsələn, ataları cəzaevində olan çox uşaq, yəni praktikamda belə uşaqlar çox görürəm. Bəzən ana bunu gizlətməyə çalışır uşaqlardan. İşte ata Rusiyadadır, ata başqa ölkədədir, ata əsgərlikdədir deyə uşağa bu məlumatı vermirlər. Bu da sərt Böyüyəndə bir bilər. davranışdır. Burada əslində fikirləşirəm ki, cəmiyyətin də biraz rolu var. Yəni bu gün cəmiyyətdə ata fiquru yanında olmayan uşaqlara qarşı hətta uşaqlardan da Amma təzyiqlər var. bizlər idi, hər evdə o Hə, Bəli. bəli. yanaşma onu Bəli. yaradır. Çox yaxın bir çevrədən uşağın sinif yoldaşı, axır ana çarəsiz qaldı, uşağı o həmin məktəbdən götürdü. Biz dəqiq bilmirik, ya orda boşanmadır, ya ata rəhmətə gedib, ata fiquru yoxdur. Yəni ata fiquru yoxdur deyə oğlan uşağıdır, çox aşağı sinifdə, 2-ci, 3-cü sinifdə sinif yoldaşları ona qarşı çox sərt bullyinq və təzyiq edirlər. Yəni bu cür kimi hallardan da yayınmaq üçün bəzən analar sadəcə Azərbaycan reallığını nəzərə alırlar və mübarizə aparmağı yox, sadəcə gizlətməyi, Və qaçmağı, qaçmağı. söhbəti belə yəni ört-basdır Başa etməyi düşürəm. seçirlər, amma bu da uşağa Bu da bunun tövsiyə etdiyim bəli. şey deyil. Yəni Bunun məsələn, uşaq daha önəmlidir əslində orada, uşağın əlbəttə psixologiyası. problemi həll etmək hər zaman uşağın o sabah həyatda daha güclü olmasına səbəb olacaqdır. Məsələn, o məktəb dəyişmə bir problemi həll etmə, sağlıqlı bir problem həll etmə əslində vəziyyəti deyil. Sadəcə bir Qaçmaqdır. qaçışdır. Yəni bu eyni vəziyyəti başqa bir məktəbdə yaşamayacağı nə məlum. Yəni burada uşağa da nə öyrətmiş oluruq? Problemləri həll etmə, problemlərdən qaç. Amma əlbəttə həmin o bullyinq edən uşaqların bu şiddət səviyyəsini də bizlər formalaşdırırıq. Bəlkə də anası belə deyim, həmin o bullyinq edən uşağın anası evdə demir, o uşağa get zərər ver, o uşağa get lağ Amma elə. yanında danışır. Yanında onunla danışmasa belə, bir rəfiqəsi ilə danışır ya da bir izlədiyi filmdə orada bir şərh eləyir, uşaq bunun pis bir şey olduğunu düşünməyə başlayır. Yəni bilməliyik ki, o uşaq, o bullyinq edən uşağı nəhayətində bizim evdən çıxır gedir. Baxdıqları olur. Bəzən ailələr deyir ki, doktor, bu uşaq söyüşü hardan öyrənib, bu uşaq pis sözləri hardan öyrənib bilmirəm. Planşet var. Şu anda uşaqların valideyni sadəcə ana ata deyil. Planşet də Başqa onların. digital kommunikasiya Bəli, qurduğu insanlar. yəni bu kompüterdir, telefondur, onlar da valideyndirlər. Onlarla daha çox zaman keçirir uşaqlar artıq. Ona görə orada da keçirtdiyi zamana baxmalıyıq. Yəni bu şiddəti uşaq oradan da öyrənir. Ona görə bu problemdən yenə az öncə onu deməyə çalışırdım, fikrimi tamamlamaq istəyərdim. Yəni hər hansı bir məlumatı uşağa vermək, uşağa bildirmək, uşaqdan gizləməmək hər zaman daha yaxşı nəticə verəcəkdir. Nəinki uşağımı düşündüm, o pis olmasın deyə bu xəbəri gizlətdim ondan demək üçün. Çünki uşaq bunu eşidir. Uşaq bu məlumatı qonşudan alır, siz başqası ilə danışanda alır, bir baxışdan görür, bir səsdən eşidir. Yəni uşaq bunu bilir və bilinməzlik daha qorxuducudur. Bilinməzlik daha yıxıcı bir şeydir uşaq üçün. Tutaq ki, ata itib eləməyib, uşağı ilə də görüşür. Xüsusilə də heç bir maddi məsuliyyəti yerinə yetirmir. Yəni maddi deməyim, ümumiyyətlə məsuliyyətini yerinə yetirmir. Uşağın xərcləri var və bu qalır tutaq ki, anaya. Amma uşaq əvvəlki istəklərində daxı və anadan istəyir o istəklərini. Bu vəziyyətlər də uşağa olduğu kimi bildirilməlidir. Mütləq. Mütləq. Yəni Digər tərəfdə də var ki, biz uşağın ata fiqurunu qorumalıyıq. qorumalıyıq. Niyə görəsə hər zamanda bu, yəni belədir. Ana boşandıqdan sonra ana çalışır ki, uşağın həm ana, həm ata fiqurunu qorusun. Ata Ata isə ana çalışır. dağıdıcıdır. Bəli. Anaya və yəni burada dəhşətli bir məsuliyyət düşür. Həm uşağın maddi ehtiyaclarını qarşılamaq, həm qarşı tərəfə qəzəblənməmək, onların görüşlərini təmin eləmək, hüquqi cəhətdən başqa bir çıxış yolu yoxdur. Atanın ünsiyyət haqqı var. Və digər tərəfdən də uşağın ata fiqurunu korlamamaq, acığını uşağa tökməmək, yəni çəkdiyi çətinlikləri uşağa bildirməmək. Burada balans necə qorunacaq? Burada balans necə qorunacaq və niyə belədir? Əslində patriarxal bir dövrdə, yəni necə deyim? Gəldik çıxdıq eyni Bəli. yerə. Yəni bunda Gülüşlə qarşıladı Analar- Aydan xanım bu sualı. yəni necə deyim? Çünki analar oğullarını elə böyüdür. Yəni analar oğullarını hər şey sənə mübahdır, sənə nə eləsən, hər şey qəbulumuzdur deyə böyüdülür. Amma qıza hər hərəkətinə görə tənqid olunur. Qız ona görə özünü maksimum tənqidkar yanaşır böyüyəndə.
Oğlanın isə mən nə eləsəm mənim haqqımdır deyə yanaşır və o həssaslığı göstərmir heç bir şeyə qarşı. Bu uşaqlıqdan yaranan şeylərdir. Uşaqlıqdan gələn mövzulardır. Ona görə ataların məsuliyyətsiz hiss eləyirlər özünü, analar isə bunun məsuliyyətini üstlənirlər. Burada atası eləmirsə, mən də heç eləməyim. Ya o heç, yəni heç Bunun onu qoyaq qırağa. hə, onu qoyaq qırağa və çünki bəzən istər-istəməz, yəni bu duyğunu da yaşaya bilər bir qadın. Elə aqressiyanı nəzərdə tutun. Yəni bunu da yaşamağa Və haqqı var o yaxud da ki, qadının. eləmirsə heç nə görməsin uşağını. Hə, istər-istəməz. İnsansan da, Bunu yəni bu hər kəs hissə yaşaya gəlirsən. bilər. Yəni bunu yaşayan və bizi dinləyən qadınlar varsa, buna görə də günahkarlıq hiss etsin istəmirəm. Yəni bəzən biz insanıq. Bəli. Yəni bizim hər emosiyamız ola Yəni bilər. bir dəfə basarlar damarına, Öyle. 2 dəfə basarlar, Hə. 3-cüdə dönərsən canavar Yəni olarsan. canavar olarsın, amma o canavar olduqdan sonra yenə də bir durub düşünmək lazımdır. O öfkənlə, duyğunla deyil, gerçəkdən məntiqlə. Çünki yenə nə qədər olmaya indi qadınlar məncə daha güclüdür. Yəni qadınların dayanıqlığı daha fazladır və hər zaman mən buna dayandırıram. X qadın xromosomu XX xromosomudur, amma kişilərdə XY-dir. Yəni Y-in bir tərəfi yoxdur. Gerçəkdən çox dayanıqsız və yıxılmağa meylli bir varlıqlardır. Gözümdə hər zaman mənim üçün kişi. Ona görə belə deyim, Simvolika. simvolikadır bunlar. Aha. Aha. Amma qadınlar bu rolları ata əgər icra etmirsə, yenə orada öfkə ilə deyil, o şiddətlə, o nifrəti qusaraq deyir uşağa. Sadəcə bax oğlum, belə bir problemimiz var. Qızım, belə bir problemimiz var. Mən Bax təkəm. əvvəl ata da evə pul gətirirdi, mən də evə pul gətirirdim. Bunu sənə eləyə bilirdik. Amma indi mən təkəm, ata da pulu yoxdur deyə vermir ya da niyə vermir? Yəni ata şu anda bizə pul vermir. Səbəbini bilmirəm oğlum. Pulu yoxdurmu deyə vermir, verməkmi istəmir, çatmırmı, İşte qazanmırmı? get özün həll elə. Yəni burada bilmirəm səbəbi Boş. nədir, amma oradan gələn bir paramız olmadığı üçün bunu almağa imkanımız yoxdur. Bilirəm çox almamı istəyirsən. Orada hər zaman dediyim duyğunu başa düşürəm oğlum. Bu oyuncağı çox istəyirsən. Düz deyirsən. Bax orası belə qəşəngdir, burası belə qəşəngdir, ondan belə güllə eləyə bilərdik, ondan belə oynaya bilərdik. Amma bunu almağa pulumuz yoxdur. Uşaq orada məyus ola bilər, üzülə bilər, amma həyatın da parçası budur. Yəni uşaq ağlaya bilər. Xahiş edirəm, uşaqlar ağlaya bilir, uşaqlar kədərlənə bilir. Yəni bu duyğulardan qaçırtmaq uşağa fayda sağlamaz. Hər duyğunu bilməlidir uşaq. Yəni bunu da olduğu kimi Olduğu kimi uşağa deyirik uşağa. deyilməlidir. Yəni burdan kədərlənəcək, bəli. Məyus olacaq, bəli. Amma olsun. Həyat da budur. Bəs necə sərhəd qorunmalıdır? Yəni valideyn necə etməlidir ki, boşanmadan sonra həm öz sərhədlərini qorusun, çünki nə qədər də olmasa övladı belə olsa, onun da toxunulmaz sərhədləri var, amma həm də uşağın duyğularını da incitməsin, onun emosional vəziyyətini də gərginləşdirməsin. Həm sərhəddi qoruyub, həm uşağın Qarşı sağlamlığının tərəflə sərhəddir, yoxsa övladla sərhəd? övladla öz Aha. arasında olan sərhəddir, yəni çünki ata və ana birlikdə olanda onlar ikisi övladla sərhəd qoya bilirlər öz aralarında. Artıq boşanmadan sonra övlad hər iki valideynə bir köynək daha yaxındır, yəni. Mən sənə atadan yaxınam, sənə də anadan yaxınam, yəni. Və burada artıq sərhədlər pozulur. Valideyn necə etməlidir ki, öz sərhədlərini qorusun? Çünki bundan sonrakı mərhələdə onun şəxsi həyatı ola bilər, bu çox normaldır və şəxsi həyatının olması üçün çalışmalıdır. Həmçinin də uşağın emosional vəziyyətinin qeydinə qalmalıdır. O xətti necə tapmalıdır? Yəni bunu da çox eşidirəm yenə müraciət edən valideynlərdən. Uşağım və sadəcə valideynlərdən yox, elə ətrafda da gördüyüm. Yəni sanki boşanmış ana-atanın uşağı bir mağdurdur, bir mazlumdur. Yəni o biraz daha Cem digər Yılmaz deyirik. hə, Ayrılmışlar. ayrılmışlar. Deyir, Tam da çocuğun iki bayaqdan- iPad'i var. Bayaqdan onu demək istəyirəm elə və fakat bunu deyəndə o yadıma düşdü. Cem Yılmazın yaxşı bir fıkrası var elə. O ayrılıbdı. Deyir, nəyə üzülürsünüz? Uşağın 2 dənə planşeti var yəni. Sizdən daha mutlu. Gerçəkdən elə o düşüncəyə sahib olurlar bəzən. İşte bu uşaq ayrılmış valideynlərin uşağıdır deyə daha cəmiyyətdə daha kövrəkdir, daha belə deyim də incinmiş bir incinmişsin. Hə. Yəni biraz daha incinmiş obraz olduğu üçün nənə, baba, əmi, dayı hamı o uşağa Qurban biraz rolunda görülür. qurban rolda görüldüyü üçün hər kəs o Ana uşağın da, gönlünü qadın da xoş elə. etməyə çalışır. Əlbəttə. Yarmadı. Burada Hamı da istəyir bir əsas- yaylıq çıxartsın, ağlasın. yazıq uşağım deyə. Bunu nə üçün deyirəm?
Xeyr, o uşaq qurban deyil. Hətta bir, günahlandırma da var ana-ata. Nə anası fikirləşdi bu uşağı, Nə nə atası atası. fikirləşdi bu Can uşağı balacan Hə, falan. can balacan, hə. Anası da öz kefinə getdi, atası da öz kefini düşündü deyə. Ətraf bu uşaqlara qurban və mağdur olaraq yanaşır. Bax, burada bu yanaşmanı, əgər varsa sərhəd qorumaqda, yəni sərhəd qoruna bilməz burada. Çünki ana deyəcək ki, mən bu gün işdən yorğun gəlmişəm, həftənin 5 gün işləyirəm, 6 gün işləyirəm, uşaq mənim üzümü görmür. Həftə sonunda, davamlı uşaqla keçirtməliyəm, işdən gəldim, yenə ondan keçirtməliyəm. Qadın əlbəttə, anaya uşağın ehtiyacı var, amma ananın da xoşbəxt olmağa ehtiyacı var. O sərhəddə necə qoruyacaqdı? Həyatının mövqelərini düzgün böləcəkdi. Yəni mənim uşağım evdə məni gözləyir. Bəli, həftənin 5 günü əgər uşağınla vaxt keçirirsənsə, bir günü də özünə həsr eləməlidir o qadın. Və o bir günü də olduğunda vicdan keçirtməməlidir. Vicdan neqativ duyğu keçirtməməlidir buna görə. Amma əfsuslar olsun, qadınlar o günahkarlıq hisslərini yaşayırlar. Bunu Atalar da özündə yaşayırlarmı? Kişilər də yaşayırlar. Mən boşanmadan sonra çox maraqlıdır mənə. Heç soruşmamışam heç vaxt özlərindən. Yəni hiss edirlərmi? Çünki biz qadınlarla daha çox söhbət edirik və onlarla empatiya qura bilirik. Olurmu ki, kişilər də Yox, məsəl onlar üçün daha çox suçlayır. Məsələn, indi siz dediyinizdə yadıma gəldi atalar. Yox, daha çox Mənim günahlandırırlar də qarşı tərəfi. əksərən təcrübələrimdə odur ki, bir səbəb tapıb, Günahlandırırlar. bir bəhanə tapıb onu səbəbə çevirib, qarşı tərəfi Bəli, bəli. günahlandırırlar. Qarşı tərəfi günahlandırırlar, amma burada yenə o sərhədi qorumaq üçün birinci ana bu dediklərimin fərqində olmalıdır. Amma fərqində deyilsə bir qadın bu dediklərimin, özü də mütəxəssisə müraciət etməyə çəkinməməlidir. Boşanma asan bir süreç deyil. Yəni deyirik o smooth gedən, problemsiz, münaqişəsiz gedən, Hamar. gedən həyat elə deyil. Ağla qaranın kombinasiyasıdır həyat. Yəni nə qədər hamar getsə də bir boşanma, orada bir tıkandığı bir qara çizgidə olacaqdır. Yəni bu qaçınılmazdır. İdeal bir dövr yoxdur və boşanma çox çətin bir dövrdür. Yəni qadın özünü yalnız hiss etdiyi hələ də bizim ölkəmizdə Qərar bu vermə qərarı dövrü. almaqda, yəni yenə belə deyim, bu qərarı almaqda mən belə çətinlik çəkdim yaşadığımız cəmiyyətdə. Bəlkə mən Amerikada yaşasaydım belə bir problem yaşamazdım. Bunları bu qədər düşünməzdim, bu qədər götür-qoy Amerikada tək eləməzdim. olursunuz axı, burada hər Hə. kəs var. Çox da adam. Burada İzah gərək atanı edəcəyiniz adam düşünəsən, çoxdur. ananı düşünəsən, qardaşını düşünəsən, dayını düşünəsən, Əmini, əmini bibini. düşünəsən, nə deyəcəklər onlar deyə düşünəsən. Amma burada artıq belə deyim, bunlara qatlanmaq məcburiyyətində deyilik. Yəni özümüzü birinci, o özünü sev, özümüzə dəyər verəcəyik ki, uşağımız da bizə dəyər versin. Özümüz sərhədləri qoyacağıq ki, sabah o uşaq da həyatında sərhədlər qoya bilsin. Bəli, ən vacib məsələ odur. Bugünkü emosional durumunu çox şişirdilir bəzi hallarda uşağın durumu. Yəni siz dediyiniz kimi qurban yükü yüklənir uşağa və anadan tələb olunur ki, o qurbanı da ana versin. Və sualın yoxdursa, İndi hal-hazırda yoxdur, mənim danışdıqca də çıxır. sualım Ver. var. Demək, bu boşanmalardan sonra labüddür ki, insanların yenidən romantik münasibətləri olacaq, yenidən ailə qurmaq istəyəcəklər. Düzdür, Azərbaycan cəmiyyətində bu absurd şəkildə qeyri-adi bir iş kimi qarşılanır, amma Elə buna görə boşanıb. Elə o niyyət elə idi. bir də çox qəribə bir şey var. Əgər ikinci yoldaş birincidən daha yaxşıdırsa, ona görə də bir də günahlandırılır. Hə, hə. Qadın əksər hallarda günahlandırılır ki, hələ onun gözü yuxarılardaydı. Niyə yuxarılarda olmasın? Bu da Niyə absurd bir aşağıda şeydir. olmalıdır? Yəni bax gözü yuxarılardaymış. Ona görə Gözü filan kəsə. xoşbəxt olmaqdaydı. Aha. Yəni çox qəribə bir şeydir. Məsəl üçün daha update eləmək qadın üçün belə pis bir şey kimi danışılır da. Yəni Və ya qadın həyatına davam eləyir, normal standartda həyatda davam eləmək üçün çalışır, işləyir. Belə şərhlər gəlir ki, kefdədir. Bəli. kefdədir. Öz Hə. keyfində- Həyatını öz yaşayır. keyfindədir. Kimin həyatını yaşamalıdır? Yəni. Yəni bütün hallarda belə qadına bir təzyiq var. Amma bütün o təzyiqləri qoydu kənara. Qadının növbəti romantik münasibətində övladı ilə ünsiyyəti necə olmalıdır?
Bu da çox vacib məsələdir. Əlbəttə, Xüsusilə hansı yaş dövründə necə bəli. olmalıdır? Birinci, boşandıqdan sonra, yəni bir dəfə bu, praktikanı, bu dənəyimi yaşadıqdan sonra əlbəttə qadın özü üçün də müəyyənləşdirməlidir artıq həyatda nə istədiyini. Ancaq bəzən bunu eləmək asan olmur. Həyatına, fərqli insanlar girə bilər. Sevgili, çox sevgilisi ola bilər. Bunu da cəmiyyət niyəsə qəbul eləmir. Sanki artıq boşandıqdan sonra bir münasibətə başlayıbsa, ondan Evlənməlidir. evlənməlidir. Belə bir Çünki dünya yoxdur. boşanmış qadın damğası o qədər ağırdır Bəli. ki, artıq sən əvvəlki gənclik statusuna qayıdıb bir neçə sevgili ilə, yəni bundan alınmadı, başqası bunu Amma bu bu səhv. statusa qayıtmaq çox Hə. insanların beynində mümkün deyil. O insanlar üçün Onları amma həyatımız boş verəcəyik. Bəli, Bir də onları boş Təzyiq də verəcəyik. var ki, yəni bir növbəti Yox. ayrıldısa, Hə, hə. görsə hələ problem özündə idi, problem tapa-tap özündəmiş. ayrılır. Heç bir münasibəti davam etdirmir. Bu həmçinin yəni ikinci dəfə evləndikdən sonra amma artıq o ikinci dəfə də qadın boşanmağa kesin haqqı yoxdur. Yəni artıq o qapı bağlanır. Çünki ikinci dəfə də bir qadın boşandısa da, yəni ciddi problem ondaymış. Artıq Yox, notarial nümunələr vardır. 3-cü, 4-cünü Elə? yapan qadınlar vardır. Super, əla. Dəstəkləyirik. Əlbəttə dəstəkləyirik bəs. Yəni Support team olaraq. bir dedikodu da eləyək. Yox, çox məşhur deyillər, amma Aha. nümunələr görürük ki, okey, Amma yəni əlbəttə yıxılmır, davam olmalıdır. edir həyatına, o həyat Olmasın eşqini ki, saxlaya yəni bu bilir. yenə cəmiyyətin o stigmasını deyirəm ki, yəni bir qadın ikinci dəfə boşandısa, artıq düşünür ki, yəni onun üçün həyat bitmişdir deyə düşünülür. Xeyr. Bir qadın, uşağın ehtiyacı olan şey xoşbəxt bir anadır. O ana özünü nə vaxt xoşbəxt hiss eləyəcəksə, kimlə xoşbəxt hiss eləyirsə onunla olmalıdır. Amma hər həyatında olan insanı uşağın həyatına salmalıdırmı? Burada bir sual işarəti var. Yəni hər, yeni başladığı münasibətdə olduğu birini uşaqla tanışdırmalıdırmı? Onunla görüşülməlidirmi? Uşağa onu təqdim edilməlidirmi? Necə təqdim edilməlidir? Burada əlbəttə, analar, qadınlar, həmçinin də kişilər də. Yəni kişilərin də həyatında qadınlar olacaqdır. Amma hər görüşdüyü qadınla uşağından bir masada oturub danışacaqmı? Evində bərabər vaxt keçirəcəkmi? Burada valideynləri diqqətli olmağa çağırıram. Çünki, nə zaman, yəni 2 aylıq bir münasibətiniz var, uşağımı o anda əlbəttə kələbəklər uçuşur, düşünürsünüz ki, artıq o sizin ömür boyu sevgiliniz olacaqdır. Xeyr, bir gözləyin. Yəni gerçəkdən övladınızla tanışdırmadan öncə, bunu övladınıza yansıtmadan öncə bu münasibətdən əmin olmalısınız. Çünki nə üçün? Uşaq dünyanı bizim kimi dərk eləmir. Onun zehnində, yəni o nəsnə davamlılığı dediyimiz, bəzən o ata fiquru var idi, yoxdur. İndi anamın həyatında bir fiqur var. Onunla əlbəttə neqativ, pozitiv duyğular yaşayacaqdır. Amma hər səfərində bu duyğular sıxca yaşandığında, o ananın yanında stabil bir fiqur görmədiyində, o da uşağın, formalaşmasını, anaya olan münasibətini, dünyaya olan münasibətini dəyişəcəkdir. Ona görə, bir qadın, bir kişi boşandıqdan sonra əlbəttə ki, həyatında insanlar olacaqdır, normaldır. Xoşbəxt də olsun, bu da çox vacibdir. Amma, bunları edərkən də uşağımıza qarşı diqqətli olmalıyıq. Uşağımıza o verəcəyimiz məlumatlarda da diqqətli olmalıyıq. Yəni özümüz bir qərar qəbul eləyəndən Mütləq. sonra artıq. Bəli. Yəni hər, dostumuzla da uşağı tanışdırmağı biz doğru görmürük. Yaş məsələsi necə? Hə. Yəni çünki məsəl üçün yeniyetmə yaşanmış кейslər var ki, Düzdür. yeniyetmə anasının hansısa münasibəti varsa, yeniyetmə Bəli. uşaqdır, istər-istəməz hardansa da eşidə bilir. Çünki yeniyetmə Eşidə daha də bilir o və buna ayıqdır. neqativ də qarşılaya bilər. Bəli. Yəni, oğlan uşağı öz atasını belə anaya qısqanır. Hələ qaldı ki, bir yad birisini, ata demədiyi birisini anasının yanında görəndə qısqanacaqdır. Həmçinin qız uşağı, bir qız atasının yanında anasını görəndə də qısqanır. Anamı mı çox istəyirsən, mənimi, ki, hansımızı seçərsən aramızdan kimi bu uşaq daima, yəni bu şuur altı da bu Yarış hisslər və var. duyğular, yarışlar, müqayisələr var. Hələ də qaldı ki, bu öz atan deyil, öz anan deyil. Bu qadın yabancıdır, bu kişi yabancıdır. Amma burada ananın mövqeyisi də yenə birinci ana özünü düşünəcək, öz ehtiyaclarını düşünəcəkdir və əgər bu seçdiyi insanda əmindirsə, əlbəttə bu uşağa qəbullandırmaq üçün də əlindən gələni eləyəcəkdir. Yəni burada uşağım istəmədi deyə, çünki elə кейslər də çox var. Oğlum istəmədi, ona görə mən bir daha evlənmədim. Qızım istəmədi, mən ona görə bir daha evlənmədim. Cəsarət çatmadı. Əslində Hə, belədir. yenə suçu əslində o günahı yenə uşağın çiyninə qoyuruq.
Yəni yenə bir mənzil, bir torba daha qoyduq ki, həm sənə görə işte boşanmadım, sənə görə boşandım, amma evlənmədim. Ehtiyac Əslində yoxdur. özü istəsə heç kim onun qarşısına dura Aynen öyle. bilməz. Bəs yeni bir dənə də sual yarandı məndə sən dedin. Yeni münasibət qurarkən, bizim cəmiyyətdə xüsusən belə bir problemlər olur. Görürsən ki, qadının ikinci həyat yoldaşıdır və birinci həyat yoldaşı ilə valideyn ünsiyyətinə belə, sədd çəkilir və burada da birinci evlilikdən olan uşaqlar əziyyət çəkir. Çox nümunələr var. Bəli, Çox nümunələri mən var ağlıma ölkəmizdə. gələn məşhurları. Çox nümunə var və burada Burada bizim qadın o neynəməlidir? təməl olaraq cəmiyyətimizin bu boşanmaya qarşı olan mövqesini dəyişmədiyi sürəcə, bu problemin həll etmək çox çətin bir şeydir. Amma bunun dəyişmə tendensiyasında olduğunu görürəm bu arada mən. Əla. Şəxsi təcrübəmdə də görürəm. Yəni artıq boşanmanı ailələr daha rahat qəbul eləyir, valideynlər daha rahat qəbul eləyir və rahat olduqları üçün də uşaqların rahat olduğunu birbaşa görürük. Yəni rahat bir şəkildə "Hə, anamla atam boşanıb" deyə rahat bir şəkildə bunu ifadə edən uşaqlar var. Burdakı, belə deyim, bunu evlənmədən öncə qadın əlbəttə ki, müzakirə eləməlidir ikinci müstəqbəl həyat yoldaşı ilə. Yəni çünki burada bir həyat qurur, bəli, yeni bir həyat quracaqdır, amma var olan əlindəki başqa digər o körpəsinin həyatını da düşünməlidir. Yəni onun üçün əlbəttə istər-istəməz ata ilə ünsiyyətdə olacaqdır o qadın. Ona görə belə bir yanlış mənə görə əgər bunu yenə ona qadağa eləyəcək bir insanla həyat qurursa, məncə bir ikinci dəfə düşünməlidir. Yenə gözdən keçirməlidir ki, görəsən mən düz bir addım atırammı? Çünki normal və olğun inkişaf etmiş bir adam, yəni bir şəxsiyyət olaraq düzgün formalaşmış bir adam, ana-ata rollarının insanların əlindən ala Bəli. bilməyəcəyinin fərqində olmalıdır. Əgər bunun fərqində deyilsə, o insanla nə qədər xoşbəxt ola biləcəkdir o qadın, onu da bir düşünmək lazımdır. Olmurlar, yəni o dediyim nümunələrdə çox təəssüf ki və döngü davam Bəli, edir. döngü davam eləyir. İşte o döngü davam etməmək üçün vaxtında qadınlar da, kişilər də mütəxəssisə müraciət etmək lazımdır. Mütəxəssis dediyimdə psixoloq, psixiatrlar. Elin müraciət. Life coachlara yox. Life coachları yox, xahiş eləyirəm. Hello. Bizi Life bıçaqlayacaq. coachlarla. Linç geliyor. Bir məsələni bəlkə özümdə fikir bildirmək istəyirəm bu barədə. Boşanma oldu. Biz, bayaqdan danışırıq ki, qadının üzərinə çox yük düşür. Amma, onsuz da yəni bu yük var, və bir də görürsən, ətrafda o qədər insanların ağıllı saydığı və özünü ağıllı göstərən insanlardan belə fikir gəlir ki, istəyirəm ona da fikir bildirəm. Tutaq ki, Sənki də özü belə bir gətirdi. Yox, elə yox, amma bu yaxınlarda bir fikri gördüm. Yəni özü keçdiyi keşməkeşdən danışır və öz həyatından danışır. Bunlar hamısı iddialardır da ki, münasibətlərimdə çətinliklər oldu, amma mən o saat boşanmadım, çalışdım, düzəltdim. Münasibət əməkdir, 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 evlilik əməkdir. Amma indi baxıram, insanlar heç nədən boşanırlar. Yəni bu iddia onsuz da valideynə, xüsusən də ananı deyiriksə, anaya çətindir. Kənardan adekvat sayılan insanlardan da bu fikir gələndə kim kimin həyatında ola bilər? Kim kimin şərtlərini bilə bilər? Kim kimin Mən dərisinə aynen. girir. Yəni o bir deyil, iki deyil. Yo, Həqiqətən biri razıyam. var ki, Həqiqət çox biri adekvat. var biz deyirik ki, təhsil səviyyəsi aşağı olan, fərqindəlik səviyyəsi aşağı olan insanlar, biri var biz deyirik ki, mühafizəkar insanlar, biz deyirik ki, bizdən 2-3 nəsil yuxarı insanlar, belə görüblər. Amma bir də görsən cəmiyyətdən gənc, iddia eləyən ki, çox şeydən baş çıxır, iddia eləyən ki, fərqindədir, iddia eləyən ki, sağlam övladlar böyüdür. Çıxır belə bir iddia irəli sürür ki, mən bu qədər əziyyət çəkdim, münasibətimi qorudum, əmək verdim ki, bizə dəxlisi yoxdur, əcəb eləmisən. Amma davamında da belə şey, indikilərə baxıram, heç nədən boşanırlar. Varmı heç nədən boşanma? Bu qədər insanla. Az öncə əslində diqqət etdinizsə, mən bu cümləni işlətdim öz şəxsi həyatımda. Bəli, bir münasibəti qorumaq çətin bir şeydir və qorumağa da çalışmışam mən də. Aha. Kim nələr yaşayır o münasibətində heç kim bilə bilməz. Kimsə heç nədən boşanmaz. Yəni bu dediyiniz məsələn, Yəni mən bu boşanma ilə şərtlərə barışma prosesi özü-özlüyündə çox, yəni o qərarı qəbullanmaq prosesi çox özü-özlüyündə çox çətin, uzun bir mürəkkəb bir prosesdir, şeydir. bəli. Mürəkkəb kimsə işte qaşın üstünə gözün var dedi, kimsə boşanmaz. Yəni kimsə bunun üçün evlənməz də.
Yəni ona görə belə şərh eləyənləri, yəni məncə cəmiyyətimiz də bunlara heç fikir verməsək, heç onun, Mən də o qulaq mesajı da verək. ardı, bəli, Bəli. qulaq ardı etsək, çox daha mənalı olacaqdı. Yəni onları dəyişməyə çalışmaq əslində bir şeyi isbat eləməyə çalışmağımızdır. Yəni, bu tamamilə absurd bir şeydir. Əlbəttə, hər bir insan öz münasibətində əlindən gəldiyi qədər ya da gücü olduğu qədər, bir şeylər eləməyə çalışır. Bacarmaya da bilər bunu. Birbaşa da, boşana bilər gerçəkdən. Bir insanın emosional dayanıqlığı zəifdirsə, heç nə üstündə də boşana da bilər. Bu onun haqqıdır. Və kimsənin bunu Kimsə qınaq bunu obyekti qınaq eləmə obyekti Kim haqqı özünü yoxdur. xoşbəxt hiss eləyir. Ay mən xoşbəxtəm. Gəlin bu gün boşanım demir də yəni. Yəni demir, Bu həqiqətən bu iddialar qadınlara ziyan vurur. Yəni əlbəttə ziyan vurur çünki və hər kəs güclü deyil. yəni, mən həmişə o əfsuslar olsun onu da deyirəm. Qadından çox qadına, yəni qadının ən böyük düşmanı bəzən də qadındır. Deməyək elə. Deməyək elə, amma Nəticə etibarilə ona gəlirsiniz Yəni əslində gördüklərinizdə. fərdlər düşməni fərdlərdir. yox, siz məsələn nə mənada dedim? Məsələn, bu gün bəlkə də burada o dövriyyədə o çox səsləndi. Məsələn, qaynana mövzusunda. Кейslər olaraq yəni. Nənələr mövzusunda. Yəni bəzən əslində güclü olan da bizik, amma nədənsə bir-birimizə əslində biz daha müdrik, yəni biz bunların daha çox fərqindəyik. Məsələn, həmin o əziyyəti yaşayan qadın, bu cümlələri istifadə edən qadın nə əziyyətlərdən çəkdiyini özü keçibdi axı bunlardan. Bu Bunu onun başqalarında oğlu niyə var da rəva yəni. görür? Məsəl üçün ortada olan onun oğlu olduğu üçün öz qızı olsa, yəni qızının boşanmasını dəstəkləyəcək, sənin həyatındır, sən xoşbəxt ol. Amma bu bir tərəfdə onun oğludur və bilir ki, onun Söyləyirəm. oğlu zəifdirlər də. Qadınlar da sevgi, xüsusilə övladlarına olan sevgidə zəifdirlər. Zəif nöqtələri olardı. Amma məncə biz Prinsiplərindən, yəni istəsəm ki, illərlə özündən önə qoyduğu oğlu üçün təbii ki, gəlinə də tələb eləyəcək ki, zəhmət çək, mənim oğlumu sən də özündən önə qoy. Mən necə özümdən önə qoymuşam, sən də özündən önə qoymalısan. Bu mənim Pamuklara oğlumdur. sar. Müqədd, hə, yəni pamuklara sar, amma sən də evdə bir qardaşla böyümüsən və o qardaşa gördüyün ananın şəfqətini sən görməmisən. yəni hə, Bunun da o fərqində olmalıyıq. bəli, yəni o egoistcə davranırlar. Özləri fəda veriblər və qarşıdakından da gözləyirlər fəda. Orada ego biraz məhv eləyir işləri. Yəni Maalesef. onlarla da empatiya qururam. Deyirəm ki, okey də, yəni bu adam tapıb öz oğluna. Tapıb öz Sağlam oğluna. Amma olanla o da sağlam inkişaf şeyi getməyib. Onlar arasındakı o sağlam mənim demək mərhələlər istədiyim olmayıb. şey nədir? Onun da bir qardaşı olub, onun da qardaşına tapan bir anası olubdu. Və o tapılmamaq duyğusu nədir? O da yaşayıb axı bunu. Yəni onu demək istəyirəm. Yəni sən anan sənin qardaşına tapıbdı, sənə tapmayıb və bunun əziyyətini çəkmisən. Bunu niyə öz qızına yaxud öz övladına ya da başqasının qızına eləyirsən? Yəni mənim ordakı çağırışım budur. Yəni əslində biz həmin o qadın o duyğunu özü də neqativ duyğuları yaşayıb. Qadın dayanışması olsa əslində yəni daha xoşbəxt digər olar. qadın sən qədər bəlkə güclü deyil. Yəni hərənin emosional dayanıqlığı çox fərqlidir. Bir evdə böyüyən 3 dənə uşağın emosional dayanıqlığı, reziliensi bir-birindən çox daha fərqlidir. Ona görə o müqayisə etməyə ehtiyac yoxdur. Kimsə boşanmaq istəməz. Amma boşanmasın deyə də dirənməməlidir. Yəni mən mutsuzam, xoşbəxt deyiləm, hər gün qan ağlayıram, bir üzüm gülür, bir üzüm ağlayır, sağlam olun deyirsə, yəni bunu deməməlidir bir qadın. Bunu belə yaşayacağam, amma boşanmayacağam. Çünki mən boşansam mənə nə deyəcəklər, uşağım nə olacaqdı? Əslində orada başqa Boşanmamaq üçün faktorlar da olur. Yəni maddi faktorlar da olur. Əslində vəziyyətin yağını, Düzdür. balını da yeyir. Rahat oturur, boşanmır, amma sonra da deyir ki, Yəni sənə mən görə boşanmadım. İşte nəticə olaraq amma Aha. mənim hər zaman dediyim bir şey var. Uşağın ən böyük ehtiyacı xoşbəxt ana və atadır. Xoşbəxtsinizsə eyni çatı altında qalın. Deyilsinizsə ayrılın. Bəzi hallarda çox erkən, hətta hamiləlik dövründə belə boşanmalar baş verir, xüsusilə son illərdə. Yəni yeni evlidirlər, hələ heç bir illəri olmayıb, erkən hamiləlik baş verir və cütlük həmin o dövrdə bir-birlərini yaxşı tanımır, ayrılırlar və uşaq heç ata fiqurunu görmədən böyüməyə, inkişaf etməyə başlayır. Və bu əslində hamiləlik dönəmi qadının daha həssas, daha qırılğan dönəmi olduğu üçün o dönəmdə həyat yoldaşından ayrıldığı təqdirdə qadınlarda sonradan çox böyük güvənsizlik, qorxu, yenidən ailə qurmağa qarşı bir dəhşətli bir baryer yaranır. Yəni bu cür kimi nümunələr çoxdur. Təəssüf ki, biz də həyatımızda görürük. Təəssüf ki, nə mənada? Təəssüf ki, qadınlar bu cür kimi həyat belə də təcrübələr
qazanırlar həyatdan. Düzdür, mən hər zaman görəndə deyirəm ki, həyat hələ öndədir. Hər zaman həyat hələ öndədir. Xüsusilə bu çox gənc yaşlarda baş verir. Gənc yaşı olan qızlar üçün baş verir. Və lakin onlar necə davranmalıdırlar? Onlar özlərində hardan tutunub anlamalıdırlar ki, həyat davam edir və bir insan pisdirsə, digərləri də pis olmayacaq. Yəni yenidən şans vermək özünə, yenidən davam etmək. Çünki mənim təcrübəmdə bir neçə nümunə var və o nümunələrin çox təəssüf ki, hamısı tamamilə özünün romantik münasibətlərini bloka salıb, heç bir halda əks cinsindən heç salam əleyküm ünsiyyəti belə qurmur. Yəni o dərəcədə sərtləşib. Burada, qeyd etmək istədiyim bir şey nədir? Qısa konkret. Bu güvənsizliyə səbəb sadəcə yaşadığı son romantik ilişki deyil. Yəni o, neqativ bir, evlilik həyatı dənəyimi nəticəsində o güvənsizlik yaranmaz. Uşaqlıqdan gələn, bir məsələlər var. O güvənsizlik, etibarsızlıq var. Yəni bəzən də o bəlkə də o partnyor seçimində də bu güvənsizliyin, etibarsızlığın bir kökü var. Bilmirəm. Yəni hər şey çox individualdır. Amma həmin bu, cavan gözəl xanımlara xahiş eləyirəm, tövsiyə edirəm, psixoterapiyaya başlasınlar. Biz nə qədər də desək ki, həyat davam eləyir, sən çox gözəlsən, həyatın daha illərdədir, daha gözəl şeylərə nail olacaqsan, amma bəzən, gördüyüm nədir? Biz özümüzü bir sonrakı münasibətlərimizə götürürük. Öz, dünyaya baxışımızı, insanlara baxışımızı, güvən, hissimizi Bəli, götürürük. sarsılmış Hə, güvənimizlə onu gedirik ikinci bərpa münasibətə. etmədiyimiz müddətcə digər, münasibətlərdə də çox uğurlu ola bilmərik. Ona görə ilk başda dönüb bir daxilimizə baxmalıyıq ki, məni insanlara qarşı bu mövqeyə tuturan nədir? Nələr yaşamışam? Bunu bərpa etmədiyimiz sürəcə çox da başarılı, bizim dediklərimiz, bizim məsləhətlərimiz çox da faydalı olmaz. Əslində bəlkə həm də heç hətta ailə qurmadan da güvən problemi Bəli, olduğunu əlbəttə. düşünən qadınlar mütləq bunun Bəli, üzərində mütləq. işləməlidir. Çünki düşünürəm ki, o başından olan o güvən problemidir ki, gətirir ailəni də çox erkən Bəli. dönəmdə. Bütün hallarda erkən il daha romantik, daha çılğın bir dövrdür və o çılğın dövrdə münasibət dayanırsa, demək ki, orada bir ilk başdan elə münasibət başladığı vaxtdan var idi. Ona Köməyə görə bunu ehtiyacı araşdırmaq lazımdır Bəli, özümüzdə. Yəni mütləq, bunun yəni üstünü örtməyək. Bəli, mütləq hər hansı bir güvənsizlik problemi varsa qadınlar dəstək almalılar. Çünki düşünürəm ki, dəstək almadıqda öz həyatlarını, yəni gördüyüm nümunələrdə qadın öz həyatını sadəcə Bəli. günlərini yaşayır və sair. Bir yaşdan sonra artıq sən qəbullanırsan bu reallığı. Yəni qəbullanırsan ki, sənin yanında heç kim olmağına ehtiyacın yoxdur və sonrası Amma da həyat daha fərqli bir ssenaridə də gedə bilərdi. bəli, yəni daha əyləncəli ola bilər. Qadın olaraq, fərqi yoxdur. Qızın var, oğlun var, böyüdülər artıq, 18 yaşı da keçdilər. Keçdiyin həyat yolunu onlarla, bölüşmək olarmı? Yoxsa ümumiyyətlə heç vaxt, bəzi şeyləri onlarla bölüşməməliyik? Məncə şəffaflıq çox vacibdir. Bölüşüncə amma yenə o bir drama queen-lik yaratmağa ehtiyac yoxdur. Sadəcə, bəzən məsələn bu bölüşməyi əslində mən tövsiyə eləyirəm bəzən valideynlərə deyin. Uşağınıza bir şeyi qadağa etmək yerinə öz həyat hekayənizdən danışın. Çünki bəzən, öz həyat hekayənizi danışdınız, uşaq bu eyni sizin elədiyiniz səhvi eləməyəcək mənasına da gəlmir bu arada. Bəlkə sizin elədiyiniz səhvi yenə təkrar eləyəcəkdir. Bunu da yanlış anlaşılmasın. Siz uşağınıza öz həyat hekayənizi danışacaqsınız, öz etdiyiniz səhvlərinizi deyəcəksiniz. Uşaq bir də o səhvləri təkrarlamayacaq. Yox. Təkrarlayacaqdır yeri gələndə. Amma bir praktika, bir denəyim, anam da bu duyğuları yaşayıbdı. Atam da bu hisslərdən keçibdi. Atam məni anladı, anam məni anladı duyğusunu mən istəyirəm övladlarınıza çatdırasınız. Siz də zamanında sevdiniz. Siz də zamanında problem yaşadınız. Ona görə şəxsi təcrübələr uşaqlarla paylaşılmalıdır. Amma yenə bir drama yaratmaq üçün deyil, onların yüksək yararı üçün, onları İdeal daha vəziyyətdə dedin. gücləndirmək üçün. Aldım Yenə cavabı. ən nəticə olaraq yenə nə demək istəyirəm? Boşanma normal bir süreçdir. Hər evlilik sonsuza qədər davam etmir. Bəzi evliliklər, hətta yaşadığımız dövrdə 10 evlilikdən yarısı boşanır. Bu uşaqlarda travma yaratmır. Yəni birbaşa birmənalı şəkildə uşaqda boşanma travma yaradacaq deyə bir şey yoxdur. Siz bu prosesi özünüz rahat keçə bildiyiniz müddətcə uşağınız da rahat keçəcək. Bəzən dalğalanmalar olacaq, siz də əziyyət çəkəcəksiniz, uşağınız da, amma bu keçici bir dövrdür. Hər şey keçir. Və bir sonuncu sualımı verim. Artıq vaxtımız azalır. Son sualımla istəyirəm bağlayaq. Təəssüf ki, reallığımız bəllidir, bayaqdan danışırıq və qadınlar istər-istəməz o özlərini günahkarlıq hissi
olacaq. Yəni bu cəmiyyət öyrədir, cəmiyyət təlqin edir ki, günahkarsan sən, eşidir və sair. Hətta özünə ən güvənən qadının belə arada o günahkarlıq hissi gəlib gedəcəkdir. Necə savaşmalıdır bu hisslə? Ən azı bu duyğu gələndə qadın necə bəlkə bir qısa bir məsləhət var, bəlkə qısa bir praktika var ki, onu məsəl üçün qoymalıdır kağızı ya da kağıza yazmalıdır, yatağın üstünə vurmalıdır, oxumalıdır. Amma necəsə bir o hissdən azad olmaq üçün, anlamaq üçün ki, bu baş verənlərdə günahkar o deyil və o istəyib pis olmasını istəməyib. Yəni bu cür bəzi hallarda yəni boşanmaq istəyən sənsən deyə pis olmasını da istəyən sənsən günahkarlığı da yüklənir qadınlara. İstər-istəməz o dediyiniz kimi o günahkarlıq duyğusunu hər qadın yaşayacaqdır. Çünki cəmiyyət buna zorlayır. Ananın bir sözündə belə bunu eşidirsən. O boşanan qadının anasının sözündə belə, bir cümləsində belə o imanı alırsan. Yəni o bir alt mətni, gizli mətni yenə eşidirsən ya da uşağı məktəbə yazdıranda bunu eşidə bilərsən. Yəni istər-istəməz yaşadığımız dövrdə, yaşadığımız cəmiyyətdə qadın o günahkarlıq duyğusunu yaşayacaqdır. Xüsusilə də uşaq olanda və uşaq hansısa bir emosional çətin Böhran dönəmə yaşayanda, düşəndə, böhran bəli. yaşayanda qadınlarda daha da ağırlaşır Düzdür. bu. Birinci, yenə təkrarladığım, bu duyğular normaldır. Yəni bəzən suçluluq hissi, günahkarlıq hiss eləyəcəyik. Bəzən peşmançılıq hiss eləyəcəyik. Deyəcəyik, kaş boşanmasaydım. İnsanlarda gəlib gedir bəzən bu duyğular. Bəzən də lap böyük peşmançılıq. Hə. Kaş Kaş evlənməsəydim. evlənməsəydim deyirlər. Bu duyğuların hər biri gəlib keçicidir. Amma orada məqsəd nüvəyə baxmaq lazımdır. Mən nə üçün bu addımı atdım? Mən bu addımı atdım və indi uşağıma baxdığımda onunla olan münasibətimdə nələr görürəm? Yəni dönüb bir o pozitiv tərəflərə baxmaq çox vacibdir. Böhran dövrləri atası, anası, yanında olan uşaqlar da yaşayır. Amma dediyiniz kimi anası, atası bir olan uşağın yaşadığı o böhranın şiddəti bəzən daha fərqli olur və bunun valideynlərə olan yansıması daha fərqli olur. Tək başına ananın övladı ilə yaşadığı o böhrandan çıxma belə deyim də gücü daha fərqli olur. Daha çətin olur bəzən analar üçün. Bu analar nə eləməlidir? Mükəmməl bir valideynlik deyə bir şey yoxdur. Yetərincə yaxşı valideyn mövhumu var. Bunu Winnicott illər öncə deyibdi. Bizim məqsədimiz mükəmməl bir ana olmağa heç kim cəhd eləməsin. Mükəmməl deyə bir şey yoxdur çünki. Əlinizdən gəldiyi qədər yaxşı ana olmağa çalışın. Əlinizdən gəldiyi qədər uşağınıza faydalı olmağa çalışın. Uşağınızı xoşbəxt eləməyə çalışın. Bu xoşbəxtlik də onun duyğusal ehtiyaclarını ödəyərək olacaqdı o uşaqda. Uşağınıza bəlkə bəli, bahalı bir oyuncaq aldıqda çox-çox sevinər. Amma o sevinci görəcəksiniz ki, çox çəkmir. Amma uşağınızla bir gün bərabər parka gedib, o parkdakı pişikləri sevdiyinizdə yaxud o parkdakı salıncaqlarda sallandığınızda görəcəksiniz ki, orada uşağınızın emosional xoşbəxtliyi daha davamiyyətli olur. Və sonra geri dönüb qayıtdıqda illər sonra o xatirələr uşağın zehnində qalır. Yəni uşağınızın yanında fiziki olaraq olun, emosional olaraq olun və uşağınızın ehtiyaclarını görməyə çalışın. Amma o fiziki ehtiyaclarını deyil, emosional ehtiyaclarını. Çünki bəzən 7/24 ana uşağın yanında olur, ancaq əlində telefon düşmür, uşağın nə istədiyinin belə fərqində olmur. Ona görə yenə bu analara tək bir söz deyəcək olsam, mükəmməl olmağa çalışmayın, əlinizdən gəldiyi qədər yaxşı ana olmağa çalışın. Məsələn, bununla da günahkarlıq hissini koyun Bu kənara. qədər. Çox təşəkkür edirik. Mən çox təşəkkür eləyirəm. Çox Çox sağ olun. maraqlı idi. Bizə də Çox sağ olun. Çox Ayda gözəl xanım. suallar idi. Çox sağ olun. Təşəkkürlər. Gələn Sağ olun. söhbətlərimizdə görüşərik. İnşallah. Hələlik. Sağ olun.